Anaya ataya hesab verir ki, Bəli. siz mən travma vurmusunuz, siz mənim filan arzularımın qarşısını kəsmişsiniz. Beşməyə, güya ki, bütün varlıq elə bunun arzularını ödəməyə durmuşdu. Allah bu dünyanı da bunu məmnun eləmək üçün Əzizim, aç gözünü bax, bu dünyanı səni məmnun eləmək üçün yaratmayıblar. Sən gözünü açıb həqiqətlə bağ qura bilmən üçün yaradıblar. Sən qoparlı, sənin doğulman travma idi. Anan da travma aldı, sən də travma aldın. Ağrı, acılar içində doğulmusan. Gözünü aç bir həyata bax. Ondan sonra da sən ömrü boyu yeyirsən, travma verirsən kimlərəsə. Heyvanların ətini, heyvanları kəsirlər ki, sən yeyəsən. Ondan sonra bitkiləri yeyirsən, balıqları yeyirsən. Sənin yerişin belə bu planetdə travmatikdir. Sən nəyi götürüb nəyi qoyursan? Yük edirsən nə istəyirsən. Bunların hamısı əslində elə bir yanlış təsəvvürdən qaynaqlanır ki, burada adam öz vəzifəsini, nəyə görə bura gəlməyi dərk etməkdən uzaqlaşır, ətrafını boşlu çıxarır, son nəticədə Allahı boşlu çıxarır ki, belə kamil komfortlu dünya yaratmayacaqdınsə niyə yaratdın?